Müsahibim Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlıdır. Studiyamıza xoş gəlibsiniz. Xoş gördük. Bugünkü mövzumuz Azərbaycan-İsrail münasibətlərindən bağlıdır. İsrailin Xarici İşlər Naziri Avigdor Lieberman aprelin 22-dən 24-ədək Azərbaycanda səfərdə olubdur. Rəsmi, yüksək səviyyədə danışıqlar aparıbdır. Səfərin yekunları ilə bağlı fikriniz necədir? Məncə bu səfəri sadəcə birbaşa dəyərləndirməkdən daha çox ümumi İsrail-Azərbaycan münasibətlərinin ümumi mənzərəsi fonunda baxmaq daha doğru olardı. Ona görə əgər icazə versəz, yəni İsrail üçün Azərbaycan və Azərbaycan üçün İsrail nə ifadə edir, ona toxunub sonra səfərlə bağlı fikirlərimi bölüşmək istəyirəm. Çünki Azərbaycan şübhəsiz ki, xarici siyasətin əsasən son 20 ildə formalaşdırmağa başlayıb, müstəqilliyinə yenicə qovuşduğu üçün və Azərbaycan üçün xüsusən müstəqilliyi möhkəmləndirmək, eyni zamanda işğala məruz qalmış bir ölkə kimi ərazilərin işğaldan azad etmək üçün çox tərəfli xarici siyasət hakim olub. İstər bu çox tərəfli xarici siyasət üçün, istər ümumiyyətlə müxtəlif istiqamətlərdə xaricdə əlaqələri möhkəmləndirmək üçün, biz xüsusilə hərbi iqtisadi sahələri daha çox aid edə bilərik İsrailin təsiri fonunda. İsrail əhəmiyyətli olub Azərbaycan üçün. İsrail üçün də ümumiyyətlə aydın məsələdir, daha geniş toxunmaq istəmirəm. Ümumiyyətlə İsrailin tarixi baxımından bir müsəlman, ərəb olmayan dövlətlə yaxşı münasibətlərə sahib olmanın əhəmiyyəti bu həmişəliyici olub. Fikirləşəndə ki, elə Azərbaycan müstəqilliyini qazanandan İsrail müəyyən dərəcədə Azərbaycanla münasibətlər qurmuşdu, amma son vaxtlarda bu daha intensivləşir. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır. Uzun müddət İsrail üçün müsəlman olmayan ərəb müttəfiq dövlət rolunu İran oynamışdı. İranda 1979-cu il inqilabından sonra Türkiyə onu xeyli dərəcədə əvəzləmişdi. Amma Türkiyədə də bu 2002-ci ildən başlayan Ədalət və İnkişaf Partiyası hakimiyyəti ilə birlikdə Türkiyə-İsrail münasibətlərində problemlər getdikcə artmağa başladı. Bu mənzərə fonunda İsrail üçün ərəb olmayan bir müsəlman dövlət kimi Azərbaycanın çəkisi artıb və görünən odur ki, İranda da yaxın gələcəkdə bir xüsusi dəyişiklik gözlənilmir, Türkiyədə də gözlənilmir. Hətta Türkiyədə hakimiyyət dəyişikliyi baş versə belə siyasətin birdən-birə İsraillə münasibətlərin yaxşılaşması istiqamətində həddindən artıq dəyişməsi gözlənilmir. Çünki başqa problemlər də baş verib, Mavi Mərmərə basqını və s. Yəni bu fonda İsrail üçün Azərbaycan çox əhəmiyyətlidir. Azərbaycan üçün də öz hərbi qüdrətini artırmaq üçün də, xaricdə siyasi təsirini artırmaq üçün də İsrail əhəmiyyətlidir. Çünki İsrailin müxtəlif ölkələrdəki lobbilərin, təsir güclərin, mediada olsun, siyasi, iqtisadi sahədə olsun, beynəlxalq maliyyə təşkilatlarında olsun bilirik. Yəni bu fonda çox əhəmiyyətlidir. Bu da davam edəcək. Eyni zamanda Azərbaycan rəsmiləri mütəmadi açıqlamalar verirlər ki, Azərbaycan multikulturalizm məkanıdır, çox mədəniyyətlilik var, xoşgörü var. Yəni bu baxımdan da Azərbaycanda anti-İsrail mövqeyindənsə İsraillə daha xoş münasibətlərə sahib olmaq əhəmiyyətli sayılır. Məhz bu fonda bir də çox yaxın dövrə səyahət eləsək, bir iddialar var idi ki, İsraillə Azərbaycanın hərbi münasibətləri bir qonşu dövlətə yönəlilir, İrana yönəlilir və burada Azərbaycanın İsraildən xüsusən silah alması və Azərbaycanın İsrailə kəşfiyyat dəstəyi verməsi məsələləri gündəmə gəlirdi. Əslində bu xüsusən son mənzərə fonunda bu Xarici İşlər Nazirinin Azərbaycana səfəri, keçirilən görüşlər və imzalanan sənədlər özü belə Azərbaycanın xarici siyasəti baxımından vacib bir məqamı da ortaya qoydu. Yəni Azərbaycan xarici siyasəti təsirlər, etirazlar üzərində qurulmur. Çünki İrandan bu istiqamətdə bəyanatlar var idi, Qərb mətbuatında bu istiqamətdə yayınlar var idi. Buna baxmayaraq bu səfər baş tutdu, yüksək səviyyəli görüşlər keçirildi, bəyanatlar verildi və müqavilələr imzalandı. Müqavilələr daha çox ticari, iqtisadi, enerji sahələrini əhatə elədi. Görüşlərdə də İrana qarşı olmadığı, Azərbaycan ərazilərindən İrana qarşı İsrailin istifadə eləməyəcəyi vurğulandı. Məncə bunları xüsusi qeyd etmək lazımdır. Əsas müqavilələr gələcəkdə imzalanacağı qeyd edildi. Doğrudur, görüşlərdə dedilər ki, hazırlıq hüquqi baza var və davam etdirilməlidir hüquqi bazanın yaradılması. Eyni zamanda yeni müqavilələrə hazırlıq işləri ilə bağlı danışıqların mövzusu olubdur. Bununla yanaşı İsrailin Xarici İşlər Nazirinin Azərbaycana səfəri İranın kəskin tənqidlərindən sonraya və eyni zamanda Amerika jurnalında Azərbaycanın hava limanlarını və yaxud aeroportlarını
İranın bombalaması üçün İsrailə veriləcəyi ilə bağlı yazıdan sonraya təsadüf edir və bu beynəlxalq bir qalmaqal idi və qalmaqaldan sonraya təsadüf edir. Bu baxımdan səfərin yekunlarını necə qiymətləndirirsiniz? Çünki cənab Liberman səfərin yekunları ilə bağlı danışanda çox belə qürurlu, çox xoş sifət və razı danışırdı. Bu əslində Azərbaycanın bir neçə il əvvəllə müqayisədə gəldiyi mənzərəni və Azərbaycan-İsrail münasibətlərinin gəldiyi mənzərəni göstərir. Yəni, bayaq artıq qeyd etdiyim kimi, bu cür bir beynəlxalq media qalmaqalı qopmuşkən, İrandan son dövrlərdə bu qədər etiraz bəyanatları, notalar və hətta hədələr gəldiyi halda bu səfərin bu qədər bu səviyyədə reallaşdırılması, gələcəklə bağlı da bu qədər xoş mesajın verilməsi əslində Azərbaycan xarici siyasəti baxımından kənar təsirlərə müqavimət gücünün artması kimi izah oluna bilər. Eyni zamanda çox güman ki, bu səviyyədə münasibətlərin davam etməsi ABŞ tərəfindən də çox arzulanandır. Yəni, çox güman ki, ABŞ-ın da Azərbaycan-İsrail münasibətlərindən bağlı müsbət, yarı gizli ola bilsin və ya tam gizli mesajları da olub ki, bu səfər bu qədər qalmaqal fonunda belə yüksək abu-havada keçirildi. Yəni, ola bilərdi ki, biz əvvəlki bəzi təcrübələrdən bilirik ki, İranın həddinə artıq sərt reaksiyaları olanda və ya bir qalmaqal abu-havası olanda bu səfərlər bu qədər yüksək əhval-ruhiyyə ilə keçirilmirdi. Yəni, biraz məcburiyyət görüntüsü verilirdi ki, İsraillə də münasibətlərimiz olmalıdır, buna məcbur. Amma bu dəfə elə olmadı. Yəni, bunun həm Azərbaycanın mövqeyinin güclənməsindən, eyni zamanda çox güman ki, İsraildən Azərbaycanın əldə edə biləcəklərindən onlarla əlaqəsi var. Həm də mənim təxminim ABŞ-ın burada hansısa bir təsiri var ki, bu münasibətlərin İrana rəğmən bu fonda davam etməsini, hətta daha da inkişaf etməsini arzulayırlar. Amma bir məqamı da mən qeyd etmək istəyirəm. Məncə İsrail rəsmiləri də onu bildirirlər, Azərbaycan rəsmiləri də bildirirlər və praktikada onu göstərir ki, imkanlar daha doğrusu onu göstərir ki, Azərbaycan ərazilərindən İsrailin İrana qarşı hərbi məqsəd üçün istifadəsi ehtimalı sıfıra yaxındır. Həddindən artıq zəif fikirdir. Yəni, Azərbaycanda bir də bunun arxayınçılığı var. Yəni, bunun ola bilsin ki, Azərbaycan-İsrail münasibətlərini İran özü üçün təhlükə kimi qiymətləndirir və ya bundan istifadə edib Azərbaycana hansısa təzyiqlər göstərmək istəyir. Amma reallıqda bu münasibətlərin hərbi və kəşfiyyat istiqamətinin birbaşa İranı hədəf alacağına mən inanmıram. Azərbaycan rəsmiləri də məncə bu fikirdə olmadıqları üçün bunu rahatlıqla eləyirlər. Bu münasibətlərdən daha çox öz məqsədləri üçün istifadə edəcəklərini bilirlər. Ona görə addımları rahat atırlar. Ən maraqlı cəhətlərdən biri də budur ki, yəni açıq olmasa da Azərbaycan-İsrail münasibətləri Türkiyənin də xoşuna getmir. Eyni zamanda Rusiyanın da, yəni açıq olmasa da gizli də olsa narazılığı var, belə görünür. Çünki İsraildəki neft şelfində Azərbaycanın iştirak etməsi və Rusiyanın kənarda qalması, İsrail-Türkiyə münasibətlərinin bir qədər gərgin olması və Azərbaycan-İsrail münasibətlərinin daha xoş məzraya yönəlməsi, bu, yəni qəbul edilməz hesab edilə bilər. Bu baxımdan necə qiymətləndirirsiniz? Türkiyə-Azərbaycan münasibətlərinə, Rusiya-Azərbaycan münasibətlərinə bu münasibətlər sisteminin təsiri olacaqmı və Azərbaycan üçün təhlükələr də yarada bilərmi müəyyən? Əslində, bu son qeyd etdiyiniz məqam bu səfər baxımından daha əhəmiyyətli məqam idi, nəinki İranın etirazları. Çünki Azərbaycan xarici siyasəti daha çox Türkiyə və Rusiyanı nəzərə alır, əgər xarici təsiri hansı ölçüdə nəzərə alırsa. Və Azərbaycanla Türkiyə bir-birini strateji müttəfiq elan edib, birgə layihələr həyata keçirir və s. Məncə Azərbaycan bunu qiymətləndirir ki, birinci növbədə İsraillə münasibətlərinin Azərbaycan üçün təmin edəcəyi hərbi kəşfiyyat dəstəyinin Qarabağ probleminə təsiri və Azərbaycanın siyasi mövqeləri baxımından təsiri. Bundan sonra həm də onu nəzərə alır ki, Türkiyənin İsraillə münasibətləri və Rusiya Federasiyasının İsraillə münasibətləri İran-Rusiya münasibətləri xarakterində malik deyil. Orada müəyyən problemlər olsa da, müəyyən etirazlar olsa da, qarşılıqlı günahlandırmalar olsa da, onlar gərginlik yaşayan, amma strateji potensial olan münasibətlərdir. Yəni, Türkiyə-İsrail münasibətlərində böyük strateji potensialı var, amma indi gərginlik mərhələsindədir. Rusiya-İsrail münasibətlərinin
imkanları da var, problemləri də var. Gərginlik yaşamırlar, problemli mövzular var. Yəni bunlar özləri də bir mənalı şəkildə İsraili hədəf seçmiş ölkələr deyil. Sadəcə konkret mövzular üzrə problemlər yaşayırlar və sabah yenə o problemli mövzular həll olanda, necə ki Türkiyə-İsrail münasibətləri bir müddət strateji müttəfiqlik səviyyəsində idi, bəlkə Türkiyə də o səviyyəyə qayıdacaq. Ən azı İran-İsrail münasibətləri kimi bir-birini silmək hədələri, xəritədən silmək hədələri səviyyəsində deyil. Ona görə Azərbaycan onu nəzərə alır və bu səviyyədə qiymətləndirir. Amma təbii ki, Türk mətbuatında da, Rus mətbuatında da bununla bağlı mənfi yayınlar olur. Xüsusən Türkiyə tərəfində Azərbaycan-Türkiyə münasibətlərini vurmaq istəyən ya da zəiflətmək istəyənlər ya da bəlkə o niyyətdə olmayıb sırf obyektiv təhlillərlə o nəticəyə gələn şəxslər var və onlar Azərbaycan-İsrail münasibətlərini, Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna zidd hesab eləyirlər. Ən azından Türkiyə-İsrail münasibətləri bu səviyyədəykən Azərbaycanın İsraillə münasibətlərinin gedərək yüksək bir trendə sahib olması baxımından. Maraqlı cəhətlərdən biri də odur ki, dünən İranın Xarici İşlər Naziri Salehi Türkiyə Xarici İşlər Nazirinə və Azərbaycan Xarici İşlər Nazirinə zəng edibdir. Və İranın Mehr Agentliyi, hökumətə bağlı olan Mehr Agentliyi yazır ki, mühüm regional məsələləri müzakirə ediblər. Başqa heç bir məlumat yoxdur. Sizin fikrinizcə, İranın İsrailin Xarici İşlər Naziri Bakıda olarkən, İranın Xarici İşlər Nazirinin Türkiyə və Azərbaycan Xarici İşlər Nazirinə zənginin səbəbləri nədir? Burada İsrail motivi varmı? Narazılıq motivləri ola bilərmi? Mən o Mehr Agentliyinin məlumatını oxudum. Orada yəni bir məqam var. Əgər bu xüsusi planlaşdırılmış hansısa qrafik üzrə nəyisə müzakirə etmək üçün vurulmuş zəng deyilsə, çünki Azərbaycan, Türkiyə, İran Xarici İşlər Nazirinin üç tərəfli formatı var. O format üzrə hansısa bir məqam əvvəlcədən planlaşdırılıb və onun üçün zəng edilmiş ola bilər. Amma o deyilsə ki, o açıqlamadan o aydın olmurdu. O deyilsə Türkiyəyə zəng daha çox nüvə və Suriya ilə bağlı, Azərbaycana zəng isə 90% İsrail ilə bağlıdır. Əgər əvvəlcədən planlaşdırılmış xüsusi bir məqam yoxdursa, hətta əvvəlcədən planlaşdırılmış bir məqam varsa belə, yəni İsrailin səfiri Xarici İşlər Naziri Bakıdaykən vurulmuş zəng mütləq onunla bağlı nüansları da əks etdirib. Ola bilsin ki, hansısa bir suallar olub, İran tərəfindən və Azərbaycan tərəfi də hansısa açıqlamalar verib. Çünki daha əvvəlki İsrail rəsmilərinin Azərbaycan səfərlərində adətən İran ya nota verirdi, ya Azərbaycan Xarici İşlər Nazirini dəvət edirdi. Amma son dövrlərdəki nota və Xarici İşlər Nazirinin Azərbaycan səfirinin dəvət olunmasına Azərbaycan qarşı addımlarla cavab vermişdi. Bu dəfə görünür zənglə kifayətləndirir. Daha yüksək səviyyədə zənglər olunur. Ticarət partnyorluğu barədə İsrailin Xarici İşlər Naziri çox ciddi bir bəyanat verdi ki, Azərbaycanla ticarət partnyorluğu, ticarət əlaqələri müstəqil dövlətlər birliyi arasında Rusiyada daxil olmaqla ən yüksək səviyyəlidir. 4 milyard dollara yaxın ticarət dövriyyəsi var. Ticarət dövriyyəsinin gələcək inkişafını necə görürsünüz? Saldo kimin xeyrinə olacaqdır? Ümumi vəziyyəti necə qiymətləndirirsiniz bu istiqamətdə? Ticarət dövriyyəsini qiymətləndirərkən bir məqama xüsusi fikir verməliyik məncə. O da satılan və alınan malların xarakteri. Yəni Azərbaycanla İsrail arasındakı ticarətin əsas hissəsini yəqin ki, Azərbaycanın enerji daşıyıcıları satması və silah alması təşkil eləyir. Ona görə bu rəqəmin böyüklüyü də, saldonun xüsusiyyəti də mütləq təxmin edilən ola bilməz. Ola bilər ki, hansısa bir dövrdə Azərbaycan daha çox İsraildən hərbi texnika almaq istəyər. O dövrdə saldo İsrail lehinə ola bilər. Amma ümumi götürəndə məncə neftə görə və gələcəkdə bəlkə buna təbii qaz da əlavə olunacaq. Yəni buna görə Azərbaycanın saldosu yəqin ki, uzun müddət Azərbaycan lehinə olacaq. Xarici ticarətin saldosu. Amma dediyim kimi, xüsusi bəzi hallar ola bilər ki, həmin o qısa müddətlərdə hərbi texnika alışına görə İsrailin lehinə dəyişə bilər. Amma ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Şirkəti də ilk xarici ölkədə neft çıxarılmasında iştirak edəcək. Bəli, o da çox əhəmiyyətlidir. O da əslində İsrail-Azərbaycan münasibətlərində İranın ya bəzi başqalarının iddia etdiyi məqamı kölgəlir. Yəni güya Azərbaycan sanki İsrailə qarşılıqsız nələrsə edir, o deyil. Yəni Azərbaycana İsrail kimi bir dövlətin Azərbaycanla əməkdaşlığa verdiyi önəmi də göstərir. Yəni İsrail üçün strateji
əhəmiyyət daşıyan bir sahədə neft çıxarılması sahəsinin Azərbaycanla birlikdə aparılması bu çox əhəmiyyətli bir qərardır Azərbaycan üçün. Eyni zamanda İsrail-Azərbaycan münasibətlərinin xoşməramlı inkişafı Azərbaycanın lobbiçilik fəaliyyətinin inkişafına təkan verə bilərmi? Xüsusilə də Amerika Birləşmiş Ştatlarında. Çünki son zamanlar Qarabağ fondu yaradılıbdı, onun rəhbəri, yəni İsrail əsilli Yahudi deyir və digər məsələlərdə kömək edə bilərmi? Mütləq İsrailin xaricdəki, yəni Yahudi lobbisi istər ümumiyyətlə birbaşa lobbiçilik edilməsi üçün, istər siyasi, maliyyə, hərbi dairələrdə, think tanklərdə İsrailin təsiri əhəmiyyətlidir Azərbaycan üçün. Azərbaycan ondan faydalanacaq. Sadəcə məncə Azərbaycan Türkiyə təcrübəsindən də müəyyən dərəcədə dərs çıxarmalıdır. Yəni İsrailin xaricdəki Yahudi lobbisi ilə münasibətlər bərabər maraqlar səviyyəsində qurulmalıdır. Yəni lobbini olduğu kimi dəyərləndirmək lazımdır. Nə yox saymaq olmaz, nə də həddindən artıq şişirtmək olmaz. Lobbidən faydalanmanı da obyektiv dəyərləndirmək lazımdır. Nə onun əhəmiyyətini azaltmaq olmaz, nə həddindən artıq şişirtmək olmaz. İkisindən biri uğursuzluğa ya da ki xəyal qırıqlığına səbəb ola bilər. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Mən Bugünkü qonağım Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı idi. Sağ olun.